Məntiq Aristotel tərəfindən ortaya atılan, Frege tərəfindən inkişaf etdirilən və Çevik tərəfindən qətl olunan bir elm sahəsidir. Bugün yeni məntiq nəzəriyyəsi haqqında, Çevikin məntiqi haqqında danışacağıq. Deməli, son günlərdə bir video çıxdı qarşıma və çox maraqla həqiqətən izlədim bu videonu ki, bu videonun nəticəsi nə olacaq, sonda nə qənaətə gələcək. Videonun adı Məntiq idi və Çevikin kanalında yayımlanmışdı və maraqla izlədim bunu və istədim ki, sizlərlə bölüşüm bu videonu, analiz eləyə bu mövzunu bir yerdə. Və mən sizi əmin edirəm ki, dünyada ikinci belə bir nümunə yoxdur. Yəni, 2 nəfər bilmədiyi bir şey haqqında danışır və bunun ikinci bir nümunəsini həqiqətən mən bugünə qədər görməmişəm. Bir nümunəsi var idi bundan əvvəl. Tebo indi TikToker olub, əvvəl məşhur ateist təbliğatçılardan idi. Tebo ilə Nahid Cəfərovun arasında bir debat var idi. Orada bir görmüşdüm belə bilmədiyi şey haqqında danışmaq. Amma bu, yəni o debata masterclass keçər, həqiqətən masterclass keçər, dəhşətdir. Çox uzatmadan gəlin başlayaq videonu analiz eləməyə, görək nə deyirlər. Axşamınız xeyir. Buyurun. Sizə bir sual vermək istəyirəm. Sizcə səbəb nəticə anlayışı var? Deməli, bir xanım qoşulub yayıma və Çevikə sual verir ki, ümumiyyətlə səbəb nəticə anlayışı mövcuddurmu? Və görək Çevik nə deyir cavabında. Səbəb nəticə anlayışı makro kainatda minimal səviyyədə keçərli olsa da mikroda keçərli deyil. Yəni kvantum fizikasında səbəb nəticə zinciri keçərsizdir. Qaldı ki, makro kainata, bütün kainata səbəb nəticə zincirini işlədə bilmərik. Məsəl üçün 4-cü qüvvətlə biz bütün fizikanı aça bilmirik. Deməli, diqqət edin. Adam deyir ki, səbəb nəticə anlayışı makro kainatda, yəni bizim gördüyümüz, müşahidə elədiyimiz kainatda minimal səviyyədə keçərlidir. Yəni minimal səviyyə nə deməkdir? Məsələn, 10 hadisə varsa, onun birində keçə bilər. Yəni minimum. Yəni ən minimum nədirsə, budur minimal şəraitdə. Bu iddia, bilmirəm bu iddiaya mən nə ad verim həqiqətən. Yəni səbəb nəticənin kainatda minimal dərəcədə işlədiyini iddia eləmək üçün ümumiyyətlə səbəb nəticə nədir bilməməlisən. Yəni bundan ümumiyyətlə xəbərin olmamalıdır. Yəni anlayışın olmamalıdır bu haqqda ki, belə bir iddia eləyəsən. Və deyir ki, kvantda da ümumiyyətlə keçərsizdir. Yəni kvantda işləmir səbəb nəticə, kvant fizikasında. Bu da yanlış yanaşmadır, amma makro kainatda isə minimal səviyyədə keçir və dəlil kimi də gətirir ki, 4-cü qüvvət, yəni 4-cü qüvvət dediyimiz şey nədir? Kainatda 4 qüvvə var və 4-cü qüvvət gravitonlardır, gravitasiya. Graviton, yəni gravitasiyanın daşıyan bir zərrəciklər kimi hipotez olaraq irəli atılıb ki, belə bir zərrəciklər mövcud ola bilər, gravitonlar adında. Və çox maraqlıdır ki, gravitonların varlığını səbəb nəticənin olmaması kimi təqdim eləyir. Yəni çox güman ki, özü də bilmir. Yəni hələ ki səbəb nəticənin nə olduğunu anlaya bilmir ümumiyyətlə. Səbəb və nəticə anlayışı nədir? Böyük ehtimalla anlamır bunu. Və ona görə də gravitonların varlığını gətirir ki, səbəb nəticə yoxdur. Bu niyə görə belədir böyük ehtimalla? Düşünür ki, gravitonlar haqqında elə heç bir anlayışımız yoxdur. Sadəcə olaraq hipotez olaraq ortaya atılıb ki, belə bir zərrəciklər ola bilər, belə bir şey ola bilər. Və düşünür ki, bunun səbəbini bilməməyimiz, yəni misal üçün gravitonlar haqqında məlumatımızın olmaması, bunu bilməməyimiz səbəb nəticəni çürüdür. Bu tamamilə yanlış yanaşmadır. İndi detallı girəcəm, kvant fizikasına detallı girəcəm. İndi burada özü deyəcək. İzlədiksən izah verəcəm. Gravitonlar tapılmadığına görə. Bax, deyir ki, gravitonlar tapılmadığına görə səbəb nəticə işləmir. Yəni niyə? Yəni bir şeyin tapmamaq səbəb nəticə nə kimi bir aidiyyatı var ümumiyyətlə? Yəni niyə bir şey tapmamaq səbəb nəticəni minimal səviyyəyə endirir? Çox maraqlıdır və bunu yəni əminliklə deyirəm ki, adam səbəb nəticənin nə olduğunu bilmir. Buyurun. Başqa? Hələ bir ego ilə də buyurun. Başqa deməyə vəbşə də ləzzət eləyir. Niyə görə? Çünki həqiqətən adam özü düşünür ki, yəni çox bomba bir söhbət eləmişəm də, yəni partlayış bir söhbət eləmişəm və fiziyoda bitirmişəm. Yəni səbəb nəticə bitdi bundan da. Amma halbuki mövzudan anlayışı yoxdur.
Eşidirsinizmi? Bəli. Hansı ki səbəb-nəticə anlayışı riyaziyyatın əsas təməl anlayışlarından biridir, eyni zamanda da məntiq elminin. Düzdürmü? Məntiq elminindir. Yəni əsas anlayışlarından biridir. Təməli budur, düzdürmü? Aristo məntiqindən gedir söhbət. Söhbət ümumi məntiqdən gedir, hansı ki biz onun universitetdə tədrisini alırıq. Tamam. Məntiqin bir qanunu kimi təyin eləyək bunu. Razısınız? Ümumiyyətlə səbəb-nəticə anlayışı istənilən məntiqdə keçərlidir. Yəni bunun fərqi yoxdur. Klassik məntiq olsun, modern məntiq olsun, səbəb-nəticə arqumenti məsələsi ümumiyyətlə keçərlidir. Bütün məntiqlərdə səbəb-nəticə işləyir. Yəni bunun işləməməsinin bir ehtimalı yoxdur ümumiyyətlə. Aha, bəli. Siz də yəni razılaşırsınız da bu fikirlə. Mən razılaşdım, sizin dini teologiyanı sökəcək. Deyir, mən razılaşsam ki, səbəb-nəticə anlayışı mövcuddur və məntiqin bir parçası. Onda sizin teologiyanız çökəcək. Gələcək məsələlərin hamısı. Niyə görə belə deyir? İndidən girmək istəmirəm detala. Xeyr, yəni burada dini ideologiya ilə bağlı heç bir şey demirəm. Sadəcə səbəb-nəticə anlayışına bağlı sual verirəm. İzah edeyim. Məntiqin tələbi kimi səbəb-nəticəni təyin eləsək, eyni tələb sizin tanrınıza da bir səbəb istəyəcək. Bax, buna görə deyirəm ki, adam səbəb-nəticənin nə olduğunu hələ bilməyib. Deyir ki, səbəb-nəticəni məntiqin bir qanunu kimi başa düşsə və qəbul edəsə, onda sizin teologiyanız şübhə altına düşəcək. Çünki burada dediyi şey nədir? Deyir ki, yəni onda tanrının da bir səbəbi olmalıdır. Bax, tam buna görə deyirəm ki, adam səbəb-nəticənin nə olduğunu anlamayıb. İndi gəlin səbəb-nəticənin nə olduğunu izah edeyim. Səbəb-nəticə o deməkdir ki, hər bir nəticənin səbəbi var. Amma çevik bunu bu cür başa düşmür. Yəni səbəb-nəticəni düzgün başa düşmür, yanlış başa düşür. Çevikin anladığı budur ki, var olan hər bir şeyin səbəbi var. Xeyr, məntiq elmindəki səbəb-nəticə anlayışı var olan hər bir şeyin səbəbi var demir. Hər bir nəticənin bir səbəbi var. Bu çox önəmli bir şeydir və Tanrı anlayışı ümumiyyətlə nəticə olmadığına görə, yəni Tanrı anlayışının istər fəlsəfənin tanrısı, istər teologiyanın tanrısı fərqi yoxdur. Hansını ələ alırıqsa alaq, bu nəticə deyil. Yəni Tanrı anlayışı nəticə deyil və nəticə olmayan bir şeyin səbəbi var demək gülüncdür, absurddur. Yəni yanlış demək belə buna yanlışdır özlüyündə. Yəni buna yanlış deyəsən, bu absurddur və gülməlidir. Həqiqətən gülməlidir. Adam deyir hər nəticənin səbəbi varsa, onda Tanrının səbəbi var. Axı Tanrı nəticə deyil. İndi bunun detallarına mən gedib girmirəm də, niyə görə Tanrı nəticə deyil. Ümumiyyətlə mənim dediyim budur ki, yəni əhli üçün danışıram da bu söhbəti. İstər fəlsəfənin tanrısı, istər teologiyanın tanrısında nəticə anlayışı yoxdur. Yəni Tanrı nəticə deyil. Ona görə də səbəb-nəticəni qəbul etsəm teologiya çökəcək. Çünki Tanrıya da səbəb aid eləməli iddiası gülüncdür və səbəb-nəticənin nə olduğunu bilməməkdir. Aha, bəli. Mən də o anlayışa gəlmək istəyirəm. Tutalım ki, biz bir hərəkət edirik. Bunun nəsə səbəbi var? Var. Aha, nəticəsi də var, düzdürmü? Təbii ki. Bəli, nəticəsi varsa, bizim bu dünyada elədiyimiz səhvlər, yanlışların bir nəticəsi olmalıdır. Səbəblər və nəticələr, bəli. Bəli, varsa biz kim tərəfindən, yəni sorğu-sual olunacaq, düzgün bir nəticəyə gələcək. Düzgün nəticə səni həyatda tutan nəticədir. İnstinktin. Onu başa düşdüm, instinktin. Əgər instinkt əsasında qurulubsa, deməli ki, Allahı qəbul edən insanların instinkti doğrudur. Onda deməli həm ateistlərin instinkti doğrudur, həm də müsəlmanların Allahı qəbul instinkti edən doğrudur. müsəlmanların, insanların instinkti doğru olsaydı, milyonlarla insan din adı altında öldürülməzdi ki. Bax, adam deyir ki, doğru olan şey instinktiv olan şeydir. Bu ümumiyyətlə, yəni bu iddia bilmirəm də, yəni buna bu iddiaya nə adı verim? Yəni bir epistemologiyada deyib, yəni nə ad verəcəyimi bilmirəm də. Yəni bu o qədər yanlış bir cümlədir ki, bu doğru olan bir şey, düzgün olan bir şey instinktiv olan şeydir. Yəni səni həyatda tutan bir şeydir. Xeyr, belə deyil. Ümumiyyətlə doğruluq və həqiqət instinktlərlə ölçülə bilməz. Bu mümkün deyil, çünki həqiqətin meyarı ağıldır. Və indi ağıl zaten ateizmə görə ciddi şübhə altına düşür, bu öz yerində və bunu bildiyinə görə kəsə yoldan girir ki,
Həqiqət elə oldu ki, bizi həyatda tutur və sonra xanım haqlı olaraq sual verir ki, onunla dindarlar da haqlıdırlar da ki, yəni instinktiv olaraq Tanrını qəbul edirlər. Əslində bunun dediyi anlayış ki var, həqiqət instinktivdir. Bu anlayışdan xanım tamamilə haqlı sual verir. Yəni əgər məni həyatda tutursa, məsələn din məni rahatladırsa, məni həyatda tutursa, Çevikin dediyinə görə elə bu həqiqətdir. Onda bu da doğrudur da öz dində. Amma burada dərhal mövzunu dəyişir. Deyir, əgər din instinktiv bir şey olsaydı, onda din adına milyonlarla insan öldürülməzdi. Bu, yenə də deyirəm, bu iddialara mən nə ad verim, tam səmimi olaraq deyirəm, bilmirəm. Onda, məsələn, tarixdə ateizm adına da milyonlarla insan öldürülüb. İstər Çində, istər Sovetlərdə, istər Yugoslaviyada. Biz bunu Srebrenica hadisələrinin özündə də müşahidə edə bilərik. Tonla bu cür hadisələr var. Həmçinin ateizm adına da dinlə bir yerdə. Onda neyniyək? Onda ümumiyyətlə bir şeydə qətl varsa həqiqət anlayışı yoxdurmu? Yəni bu nə cür yanaşmadır ki, dindarların instinkti doğru olsaydı, onda din adına qətllər olmazdı. Mən bilmirəm həqiqətən buna nə ad verim. Din başqa bir şeydir, inam tamam başqa bir şeydir. Bu dəqiqə din altında insanlar min cür hərəkət edirlər. O demək ki, o müsəlmandır, yaxşı insandır. O qədər yaxşı olmayan müsəlmanlar, yaxşı olmayan insanlar var ki. Mən burada məqsədim, yəni sırf din əsasında və yaxud da Allahın, Tanrının varlığı əsasında deyil. Sadəcə sırf səbəbi nəticə əsasındadır ki, bizim elədiyimiz ən xırda hərəkətlərin biri nəticəsi olur, düzdürmü? Mütləq şəkildə. Mən də soruşmaq istəyirəm də. Dinləyəcəksinizsə izah edeyim. Səbəb-nəticə əlaqəsini və ya səbəb-nəticəni ümumilikdə universal olaraq, məntiqin bir qanunu olaraq götürürsünüz. Necə başa düşmədim? Səbəb-nəticəni məntiqin istisnasız bir tələb olaraq götürürsünüz, qəbul edirsiniz. Xanım da çox yorur, həqiqətən xanım da çox yorur. Yəni xanımın da mövzudan xəbəri yoxdur, Çevikin də mövzudan xəbəri yoxdur. Yəni sadəcə danışırlar. Danışırlar və hər ikisi həqiqətən yorur. Bilirsiniz bunu? Yəni bunu mən götürmürəm. Yəni bunu riyaziyyat ən dəqiq elm düzdür, riyaziyyat düzdür. Söhbətin məsuliyyətindən qaçmaq da axı bu. Siz az öncə qəbul edirdiniz, indi təkrar edə bilmirsiniz. Baxın, məsələ bilirsiniz nədir? Ən dəqiq bizim bildiyimiz elm hansıdır bu dünya üzərində? Riyaziyyatdır, düzdür və məntiq elmidir. Yəni bu da əsas adınız Nuray. Əsas predmetin təşkil edir, düzdürmü riyaziyyat? Başa düşürəm. Səbəb nəticəni məntiqin bir qanunu olaraq qəbul edirsiniz. Bəli, eləyirik və bunu mən inanmıram ki, Çevikdən başqa qəbul eləməyən adam var dünyada. Səbəb nəticə məntiqin əsasıdır. Əhsən. Predmetidir yəni. Yox, predmeti deyil, predmet başqa bir şeydir, amma yəni məntiq mövzusuna daxil olan bir məsələdir və məntiqin bizə təlqin elədiyi qaydalardan biridir. Nəticə varsa mütləq onun səbəbi var, amma məntiq elminin predmeti deyil bu. Eyni səbəb nəticəni, eyni səbəb nəticə qanunu Tanrını niyə istisna edir? Din niyə istisna edir? Bayaq dedim, bir də təkrarlayım. Çünki Tanrı nəticə deyil. Səbəb nəticə qanunu budur. Nəticə varsa, nəticənin səbəbi var. Tanrı nəticə olmadığına görə onun səbəbi var iddiasını Çevik dünyada səndən başqa 3-5 nəfər iddia eləyə bilər. Yəni başqa heç kim iddia eləməyəcək buna. Yəni mövzunu bilən adam və çox maraqlıdır ki, adam 2-3 ildir yayım açır və bu səbəb nəticə məsələsini 2-3 ildir hələ də səhv anlayır, hələ də səhv bilir. Yəni insan həqiqətənmi məsələn 2 ildə, 3 ildə bir dəfə bir yarım səhifə, bir səhifə bir kitab oxumazmı ki, yəni bu nə olan şeydir? Mən bunu hər gün yayımda danışıram səbəb-nəticə məsələsindən. Bir açım görüm bu səbəb-nəticə nədir? Əsasında kitab oxumağa da ehtiyac yoxdur. Adı üstündə səbəb və nəticə. Hər nəticənin bir səbəbi var. Və Tanrı nəticə olmadığına görə onun səbəbi yoxdur. Bu qədər bəsit. Mən Tanrı ilə bağlı sual vermirəm. Yəni sadəcə olaraq demək istəyirəm ki, sadəcə olaraq sualım odur ki, bizi kim yəni suala çəkəcək ki, o da nəticəyə varacaq. Yavaş-yavaş düzələcəyəm. Narahat olun. Görün nə deyil. Siz səbəb nəticəni məntiqin universal bir qanunu olaraq təyin elədiniz. Və mən Əzan da verildi yayımımızda. Davam eləyək. Siz onu qanununuzu alın. Mən sizə təklif edirəm. Alın o qanunu, səbəb nəticə qanunu. Bir də kvant fluktuasiyalarında tətbiq edin görün nətər olacaq. Okay, gəldik kvant dalğalanmasına, kvant fluktuasiyalarına.
Çevik iddia edir ki, kvant fizikasında səbəb-nəticə anlayışı keçərli deyil və buna dəlil kimi də kvant dalğalanmalarını gətirir. Bu da yanlışdır. Bu da yenə də deyirəm, Çevik mövzuları o qədər səthi keçir. Yəni sanki mən bu cür anlayıram. Yəni Çevik mövzunun adını oxuyur və keçir üstündən də, yəni ardına baxmır. Ümumiyyətlə kvant fluktasiyaları, yəni kvant dalğalanmaları səbəb-nəticə arqumentini, səbəb-nəticə anlayışını çürütmür və aradan qaldırmır. Kvant dalğalanmalarını bu Çevikin qəsd elədiyi şey nədir? Çox güman özü də bilmir nəyi qəsd elədiyini. Mən izah eləyim nəyi qəsd eləyir. Çox güman eşidib hardansa bunu ki, hə kvant dalğalanmalarına görə səbəb-nəticə arqumenti kimdənsə eşidib, yəni mövzunu bilməyən birindən eşidib və danışır. Kvant dalğalanmalarına görə səbəb-nəticə arqumenti çökür deyəndə qəsd elədiyi şey nədir Çevikin? Qəsd elədiyi şey odur ki, kvant dalğalanmaları zamanı vakuum şəraitində virtual zərrəciklər mütəmadi olaraq yaranır və məhv olur. Virtual zərrəciklər. Sadəcə olaraq bu virtual zərrəciklərin necə yarandığını tam olaraq bilmirlər. Yəni izah verə bilmirlər ki, buna necə olur ki, burada virtual zərrəciklər yaranır. Yəni bunun izahını verə bilmirlər. Amma bu o demək deyil ki, bu virtual zərrəciklərin səbəbi yoxdur. Yəni virtual zərrəcik yaranırsa, artıq bu olur nəticə. Və bunun səbəbi də həmin o kvant dalğalanmasıdır. Yəni virtual zərrəciyin ortaya çıxmasının təməl səbəbi kvant dalğalanmasıdır. Sadəcə olaraq orada nə proses baş verir? Bu ortaya çıxırını tapa bilmirlər. Hələ də araşdırırlar. Amma bunun nəticəsi bəllidir. Həmin kvant dalğalanması olmasa, o virtual zərrəciklər ortaya çıxmayacaq. Və bu çox bəsit bir məsələdir. Yəni bunu anlamaq üçün yəni ibtidai sinifi bitirmək bəlkə kifayətdir. Həqiqətən kifayətdir ki, yəni bunu başa düşəsən ki, virtual zərrəciklərin yaranmasının səbəbi kvant dalğalanmasıdır. Yəni nəticənin səbəbi budur. Əgər bu olmasa, kvant dalğalanması olmasa, virtual zərrəciklər ortaya çıxmayacaq. Hə, tətbiq elədi və səbəb nəticə işlədi. Buyur. Yəni mən heç nəyi tətbiq etməyə qadir deyiləm Bu hal-hazırda. iki elədir. Üçüncünü deyirəm. Üçüncü, sorğu-sual məsələsi deyil, rasional çıxarış biokimyaya əsaslanır. İnsan üzərində. GPT-yə gəlib baxmayın da siz. Anlaya bilirəm axı bunu. Çünki mətnlər bənzər yazılır. GPT-yə baxmayın deyir. ChatGPT-yə baxmayın demək istəyir xanıma. Halbuki özü mövzunu demək olar ki, bəlkə ChatGPT-dən da yəni əminəm ki, səbri çatıb axıra qədər oxumayıb da. Yəni oradan buradan vurub ya da nəyim kimin sağsızdan işdi bilmirəm vallahi yəni. Amma bunu irad tutmağı gülməlidir. Nuray xanım, səbəb-nəticə zinciri və onun instinktiv təməlləri tamamilə biokimyaya reduksiya olunur və biokimya bizə hansı əsasları verir? İnstinktiv Baxın, səbəb-nəticə bir də buna bir də təkrar baxacağam. Nə deyir burada? Ya and içərəm ki, başa düşmür özü danışdığı şeyi. Mən başa düşməyə çalışıram ki, bu sözü hardan eşitmiş ola bilər və bunu nəyə əsasən demiş ola bilər, onu anlamağa çalışıram. mətnlər bənzər yazılır. Nuray xanım, səbəb-nəticə zinciri və onun instinktiv təməlləri Səbəb-nəticə zinciri və onun instinktiv təməlləri, yəni dünya tarixində, dünya science tarixində, elm tarixində belə bir cümlə olmayıb. Səbəb-nəticə zincirinin instinktiv təməlləri. Bu nə deməkdir ümumiyyətlə? Yəni doğrudan oturasan bir özündən soruşasan, yəni bu nə deməkdir? Səbəb-nəticə zincirinin instinktiv təməlləri anlayışı nə deməkdir ümumiyyətlə? Yəni burada özün nə başa düşürsən? Mən şəxsən heç nə başa düşmürəm buradan. Yəni səbəb-nəticə ümumiyyətlə bir qanundur və hər yerdə keçərlidir. Yəni bunun instinktiv təməlləri nə ola bilər? Yəni instinkt canlılara xas bir xüsusiyyətdir də. Yəni səbəb-nəticənin instinktiv təməli nə ola bilər ümumiyyətlə? tamamilə biokimyaya reduksiya olunur və Tamamən biokimyaya reduksiya olunur. Yəni nə? Yəni nə? Nə anlayaq buradan? Biokimyaya reduksiya olunur deyəndə nə qəsd edir? Ümumiyyətlə bir anlayışı biokimyaya necə reduksiya edə bilərik? Bunlar ciddi suallar da həqiqətən. Və bunları adam hardan, bu terminləri hardan eşidib gəlir bilmirəm valla. biokimya bizə hansı əsasları verir? İnstinktimizin təməlində nə dayanır? Həyatda qalmaq və çox qalmaq. Həyatda qalmağımız üçün bizim doğru qərarlar verməyə məcburuq. Və bu doğru qərarlar doğru olmadığı anda ölmüş oluruq. Xeyr, belə deyil. Ümumiyyətlə həyatda qalmaq anlayışının həqiqətlə bir yaxından uzaqdan əlaqəsi yoxdur. Bu həqiqət olmasa ölürük kimi bir yanaşma yoxdur.
Ola bilər ki, bir anlayış bizdə yanlış ola bilər, amma bizi həyatda saxlaya bilər. Məsələn, meşəyə getdik, bir səs eşitdik. Beynimiz bizə dedi ki, bu ayı səsidir və bunu həqiqət kimi qavradıq. Əslində heç orada ayı yox idi. Məsələn, hansısa ağacın tutalım ki, budağının qurumuş budağının silkələnməyi bunu şey eləyirdi. Belə deyim, bu səsi çıxardırdı. Həmin anda da misal üçün meşədə bir canavar var idi və o bizi yeyə bilərdi. Biz oradan qaçdıq və həyatda qaldıq, sağ qaldıq. Amma bu o demək deyil ki, orada eşitdiyimiz səs həqiqətən ayı səsi idi və meşədə ayı var idi. Yəni bu anlama gəlmir. Yəni həqiqət anlamına gəlmir. Ola bilər ki, təsadüfən də bir şeydən qaçmış ola bilərik. Beynimiz bizə nəyisə həyatda qalmaq üçün yanlış da təqdim eləyə bilər. Bunlar hamısı ehtimallar daxilindədir və burada bizi həyatda saxlayan şey mütləq həqiqət olan şeylərdir. Bu keçərli deyil. Avantajlı desək daha doğru olar. Avantajlı qərarlar bizi həyatda saxlayan qərarlardır. Məsələ birinin Tanrıya inanmasıdırsa, bu psixoloji qərar mexanizmasına bağlıdır. Dolayısıyla özündən güclü bir şeyə tapınma ehtiyacı və tənbəllik ehtiyacı ilə bağlıdır. Okay, deyir ki, adam Tanrı inancı tamamilə psixolojidir. Yəni, bunu saatlarla müzakirə eləmirəm. Çox girmək istəmirəm bu xırda detallara. Deyir ki, bu həyatda qalma instinktidir. Bir varlığa sığınma, yəni psixoloji rahatlıq tapırsan, bu səni həyata bağlayır. Onda bəs əvvəldə dediyim bu instinktiv davranışlar ki var idi ki, həqiqət dediyim şey budur. Bizi həyata bağlayan instinktlər bizim həqiqətdirlər. Və onda niyə bunu qəbul eləmirsən? Əgər insanın bu cür psixoloji bir ehtiyacı varsa, Tanrıya qarşı bir ehtiyacı varsa və bu insanı həyatda saxlayan bir faktordursa, niyə qarşısan buna? Bu önəmli sualdır. Yəni sığınma. Mənim yerimə məni qoruyacaq biri varmış kimi hissi hormonal olaraq daha yaxşı hiss elətdirə bilər. Hər kəs yox təbii ki. Bu hansı hormondur? Bunu da bilmirəm həqiqətən. Yəni, hormonal olaraq bu belə hiss elətdirir bizə. Bunu hansı hormon hiss elətdirir mən bilmirəm. Bəlkə Cevik bəy özü bilir. Buna fəlsəfədə kognitiv ehtiyac deyirlər, psixoloji bir ehtiyac. Bəli. Həyatda qalmaq üçün seçilən qərarlar əxlaqlı olmaq zorundadır. Niyə? Xeyr. Həyatda qalmaq üçün verilən qərarlar əxlaqlı olmaq məcburiyyətində deyil. Niyəsini desin, mən də niyəmi deyəcəm. Ona görə ki, əxlaqi struktur və balans pozuldu mu, həyatda qala bilmirik. Yəni bütün mexanizma bizi həyatda tutan bir mexanizma olmalıdır. Əgər biz qonşunun toyuğuna və ya qonşunun qadınına əl atsaq, eynisini o eləsə, kütləvi bir dava düşə bilər. Birisi gəlib lapatka ilə vurub bizi öldürə bilər. Final ölüm. Və ya küçədə getdiyimiz yerdə birisinə yumruq atsaq, birisinə ilişsək, dava düşə bilər. Birisi laqon ilə bizi kəsə bilər. Final ölüm. Yəni əxlaqın meyarları sistemi həyatda tutmağa, dolayısıyla şəxsi həyatda tutmağa hesablanıb. Və bunu hesaplayan DNA molekullarının daşıdığı informasiyadır ki, bu milyon illər boyunca formalaşıb. İzah edə bildim. Adam deyir ki, əxlaqın meyarı təməli şəxsi həyatda tutmaq üçündür. Əslində yanlışdır. Çünki məsələn buna Thomas Henry Huxley'in də çox ciddi bir belə deyək, rəddiyəsi var, iradı var. Huxley deyir ki, əslində əxlaq anlayışı fərdin, yəni praqmatik yanaşmasına mane olur. Niyə görə? Çünki əxlaqın təməli fədakarlıqdır və əslində fədakarlıq səni həyatda tutmağa, sənin həyatda qalmağa daha da maneədir. Nəinki səni həyatda tutmaq üçün avantajlı bir şeydir bu. Bu yanaşma kökündən yanlışdır. Yəni bunun dediyi ki, deməli şəxsi həyatda tutmaq üçün əxlaqlı davranmaq labüddür. Xeyr. Əslində fərdi həyatda tutmaq üçün əxlaqlı davranmaq dezavantajdır. Çünki fədakarlıq önəmlidir. Əxlaqda və fədakar insanda bütün təhlükələrdə öndə gedir. Ona görə də bir fərdin, əxlaqlı davranan fərdin əslində həyatda qalmağı riski, həyatdan getmə riski daha çoxdur. Çünki hər təhlükədə özünü irəli və deyir ki, bunu da daşıyan DNA molekullarıdır. Yəni DNT-ni qəsd eləyir. Ümumiyyətlə bunu nəyə əsasən çıxardıb bunu da bilmirəm. Yəni əxlaqi DNT molekulları necə daşıyırlar bilmirəm.
Bu əslində daha öncə Darwinin ortaya atdığı anlayışdır. Yəni DNT anlayışı yox. Darwinin vaxtında DNT bilinmirdi zaten. Sadəcə olaraq Charles Darwin deyirdi ki, əxlaq uzun illər təcrübədən keçmiş və bizə belə deyək də artıq bizə hopmuş. O vaxtda DNT anlayışı yox idi deyə bilmirdi. DNT strukturumuza yansımış bir anlayışdır. Və deyir ki, zamanla bu bizə formalaşıb. Yəni avantajlı olduğuna görə əxlaqlı davranmaq bu artıq bizim təkamül prosesimizdə qazanılan bir xüsusiyyətdir. Bu da yanlışdır. Mesela Thomas Henry Huxley buna da irad bildirir. İrad da çox dəqiqdir. Thomas Henry Huxley deyir ki, əgər əxlaqlı olmaq avantajdırsa, avtomatik əxlaqsızlıq olur dezavantaj. Yəni avantajlı olmur artıq əxlaqsız olmaq. Və bu zamanda təkamül mexanizmasına görə dezavantajlı faktorlar zamanla azalır və sıradan çıxır. Və Thomas Henry Huxley çox haqlı olaraq sual verir ki, Darwinə, bəs o halda niyə görə biz tarixdə əxlaqsızlığın azaldığını müşahidə edə bilmirik? Əgər bu bir dezavantajsa, mütləq formada azalmalıydı. Əgər indi məsələn çevik deyir, DNT molekullarında daşınır bu məlumatlar. Bu kökündən yanlışdır. Ümumiyyətlə DNT-də bu hələ də müəyyən olunmayıb. Bu Richard Dawkins'in ortaya atdığı mimetika hipotezi var ki, bundan əsaslandırılmağa çalışılır, amma heç bir əsası yoxdur hələ ki. Hipotez olmaqdan kənara çıxa bilmir bu məsələ, amma yəni bunun DNT ilə yaxından uzaqdan əlaqəsi yoxdur və əxlaq anlayışı təkamülün bir parçası ola bilməz. Çünki əxlaqsızlıq zamanla azalmalı və sıradan çıxmalı idi ki, bunu müşahidə eləmirik. Bəli, bəli. Sadəcə olaraq bəzi təzadlar olur da. Yəni mən düşünürəm ki, siz özünüz də yəni bu təzadlarla qarşılaşmısınız. Quranı oxuyanda da əminəm ki, bununla qarşılaşmısınız. Hətta bəzi şeylər qəbul etməsi, eyni zamanda mən də bunu qəbul etmədiyim bəzi məqamlar var. Və mən bilmirəm, sizdə yəni tarixi dəqiq məlumat kimi qəbul edirsiniz tarixi. Dəlili varsa. Bəli, eyni zamanda mən də eyni qaydana, yəni dəlili varsa... Dostlar, buraların biraz ötürüm, maraqlı yerlərini saxlayayım. Çünki uzundur, yəni eyni şeylər təkrarlanır və sizə də yorucu olacaq. Onu qəbul etmək istəyirəm ki, deyirsiniz ki, Quranda bu ayə düzdür. Qurana sonra gələr. Bir də olar ki, mən bir dənə məsələyə insanlar tərəfindən dəyişilmədiyinin sübutu var. Burada da xanım durub Sevikə deyir ki, yəni Quranda sən səhv deyirsən, ola bilər ki, insanlar tərəfindən dəyişdirilirdi. Amma Quranın nə mahiyyəti qalır, bu nə argumentdir? Niyə qalxmısınız ora? Yəni oraya qalxma səbəbiniz nədir? Yəni niyə qalxmısınız? Çox güvən xanım özü də Qurana inanmır. Çünki Quranın dəyişdirildiyinə inanır adam özü də. Amma nəyin müzakirəsini eləyirlər, nə nəticə gəlmək istəyirlər, mən anlaya bilmirəm. Burada siz özünüzü paradoksa saldınız. Təşəkkür edirəm və təbrik edirəm. Paradoksa salmıram. Mənə də maraq. Buralarını keçirəm. Bütün bura qədər gətirdiyiniz argumentlər çökmüşdü. Zaten çökmüşdü. Yəni ideolojik olaraq onu demirəm. Siz başa düşməyin ha. Amma siz Zaten çökmüşdü deyil səbəb nəticə. İlahi, yəni adam ortaya atdığı fikirlərlə nəyəsə sökdürdüyünü zənn eləyir və adam dəli olur, Allah haqqı. İnsan report deyir, bu nədir? tam ətraflı cavab verə bilmədiniz. Yəni səbəb nəticə anlayışına. Kifayət qədər geniş cavab verdim. İndi gəldik ki, Bizim yaradılışımız varsa ölümümüz də var. sualı icazə verin, cavab verim də xanım. Xeyr, elə deyil. Hamısı deyil. Ölümümüz yoxdur, düzdürmü? Entropiya var işin içində. Bir icazə ver, cavab verim də. Əgər kitab xətalıdsa və insanlar tərəfindən dəymimizdə bioloji işləyiş və praktik biolojik təməlimizdə belə hələ də qüsurlar var. Tam olaraq oturmuş bir vücuda sahib deyilik. Başqa evrə, başqa kainat. Yoxsa həqiqətən də həqiqət axtarırsınız? Mənə bu maraqlıdır. Yaşasın materializm. Mənə elə gəlir ki, yəni İnanmasan burnum əyilsin. Səbəb nəticə əlaqə, səbəb nəticə zincirini. İndi burasını izah vereyim. Adam şeydən danışır, yəni səbəb nəticə qayıtdılar. Eyni şeylər də deyə ötürürəm, adam yorulur həqiqətən. Allah zəhmət olmasa kvant fizikasında tətbiq eləyir. beyninizdə Allah yoxdur anlayışı tamamilə yəni oturub ki, yoxdur. Yoxsa həqiqətən də həqiqət axtarırsınız? Mənə bu maraqlıdır. Yaşasın materializm. Mənə elə gəlir ki, yəni artıq burada səbəb nəticə anlayışında artıq dediklərinizin hamısı yəni başa gedir. Səbəb nəticə zincirini Allah zəhmət olmasa kvant fizikasında tətbiq eləyək. Keçərli olsa iman eləməsəm burnum əyilsin. Burnun əyilsin, Sevik. Keçərlidir. İzah da elədim. Kvant dalğalanmaları virtual zərrəciklərin ortaya çıxmasının səbəbidir. Virtual zərrəcinin ortaya çıxması nəticədirsə, kvant dalğalanması bunun səbəbidir. Yəni iman gətirməsən burnun əyilsin.
Başa düşürəm səbəb nəticə Səbəb anlayışını, nəticə amma mən demək zincirini, istəyirəm ki, səbəb adi nəticə anlayışını yaxşı. alaq. Səbəb nəticə anlayışını alaq, qara dəliklərin hadisə üfüqündə tətbiq eləyək. İnanmasan burnum əyilsin. Səbəb nəticəni qara dəliklərin sahəsində tətbiq elə. Bu nə deməkdir? Yəni necə tətbiq eləyirsən səbəb nəticəni? Yəni şübhəsiz ki, işləyir. Qara dəlikdə yox, hansı rəhdəlik olur olsun işləyəcək orada. Yəni bilmirəm, adam mən düşünürəm ki, bir şey haqqında məlumatımızın olmamağını həmin şeyin səbəb nəticəyə zidd olduğu qənaətindədir ki, yəni deyirəm səbəb nəticəni bilmir. Səbəb nəticə əlaqəsini alaq, uzay zaman bükülməsi, genel görəlilik teorisini, Einstein'in. Görəlilik teorisi. Bir dənə nəzəriyyənin adını Azərbaycanda bilmir. Kuantum teorisi, genel görəlilik teorisi. Qardaş deyirəm, kvant nəzəriyyəsi, nisbilik nəzəriyyəsi, gravitasiya qanunu. Yəni bunları sən niyə türk dilində deyəcəksən? Niyə nisbilik nəzəriyyəsi deyə bilmirsən buna? Yəni bunun səbəbi yəni nəsə. Bükülmə səbəbini tam tətbiq eləyək. Bəli, uzay zamanı yarası. artıq siz Kainatın bükülmə səbəbi, bükülməsi məlumdur. Deməli bunun səbəbi var. Bükülmə nəticəsində bunun səbəbi var. Sadəcə olaraq o səbəbin nə olduğunu müşahidə edə bilmədiyimizə görə məcbur ona adını qoymuşuq qaranlıq maddə. Və düşünürük ki, qaranlıq maddə kainatı bükür. Yəni burada nə var ki, yəni bunun bir səbəbi var da, zaten bu səbəbi biz təsirini hiss edə bilirik. Yəni bunun özünü görməsək də təsirini hiss edə bilirik də. Bu demək deyil ki, səbəb yoxdur. İşə yarasa Uzay iman zamanı- eləməsən burnum əyilsin. Burnun əyilsin. bəli, uzay zamanı qəbul edirsinizsə, deməli digər dünyanın varlığını da qəbul etmiş olursunuz. Əgər Uzay uzay digər zaman dünyalar anlayışı deyildir. varsa, Xanımın da söhbətləri uzay zamanı qəbul etsənsə deyir, deməli başqa dünyanın varlığını da qəbul edirsən. Materialist uzay. bir sistemin içində şey qapısından, qırmızı qapıdan qırmızı gələn 5 şüşənliklə olmur bu işlər. Yəni baxın, mən kapsamlı sizin, başa düşəcəyimiz dildə desək elə o deməkdir. Nuray xanım, bax sözlər köşkündən iş gəlməli, nə bilim şey qapısından, qırmızı qapıdan qırmızı gələn 5 şüşənliklə olmur bu işlər. Yəni kapsamlı mən sizə bir həqiqətən akademik hörmət edirəm. Materializm, mən hörmət istəyirəm, nə istəyir başqa bir şey. Yo, Yəni əslində materializmi bu qədər eləmirəm. cılızlaşdırmağa, həm də bilmədən eləməyə heç ehtiyac yoxdur. Deyir mövzuları kapsamlı, yəni əhatəli bilməli. Adam hər sözü türk dilində deyir. Əhatəli bilməzdən danışdığı bir şey əhatəli bilmir. And içərəm də. Yəni nəyə də söz and içərəm ki, burada danışdığı bir şey belə əhatəli bilmir cəbi. Materializmin fəlsəfəsi o qədər kapsamlıdır ki, yəni siz 6 ay içində fırlansınız, oradan çıxış tapamayasınız, da eləməyin. Materializmin fəlsəfəsi o qədər əhatəlidir ki, 6 ay içində fırlansız çıxa bilməyəsiniz. Düzdür də, indi tutalım ki, hər dəfə mən sizlə səmimi söhbət eləmək istəyirəm. Yəni burada özümü alim kimi göstərmək istəmirəm. Bizim elə hamımızın alim olmağına çox var. Ümumiyyətlə dünya da elə bir yerdir ki, biz onu sonsuz şəkildə heç bir halda öyrənə bilmərik, heç nəyi dəqiq bilmirik, düzdürmü? Yaxşılıq və pisliklərin nəticəsi yoxdur. Amma riyaziyyat bizim ən dəqiq elmimiz olduğuna görə riyaziyyatın predmetini inkar eləmiş oluruq. Mən özüm riyaziyyatçıyam. Alın o riyaziyyatın predmetini aksiyomal olaraq söhbətlər mənə maraqlı deyil. Bir-birimizi niyə yorur? Mən onun kvantın tədqiqi olaraq da dünya çərçivəsində qəbul olunur ki, görüm nə olubsa, yəni dünya çərçivəsində qəbul olub, gözlə görüm. Sizin o kvant sistemində tətbiq eləmədiyiniz, eləyə bilmədiyiniz məntiqi 100 illərdir cəmaət gözləyir ki, kimsə təsdiq eləsin. Qaldı şey də kainatın içindədir, yəni materiyanın içindədir. Materiyanın içində keçərli olmayan bir şey, universal bir şey ola bilər? Var, Nuray xanım, cavab verin də. Siz aşağıda sizə əhsən yazanların doğru düşündüyünü düşünürsünüz? Bana bilməz, mən bunu düşünürəm. O zaman Yəni buraları keçirəm dostlar. Daha lazımlı yerlər haqqında danışaq. Çünki boş yerə sizə də yormayım. Tanrının da səbəb olmalıdır. Var bir cavabınız? Bəli, Tanrının da səbəb olmalıdır. Bax, xanım da deyir, Tanrı səbəb olmalıdır. Yəni deyirəm də dünyada ikinci bir belə debat nümunəsi yoxdur ki, iki tərəf bir şeydən danışır və ikisinin də xəbəri yoxdur mövzudan. Yəni danışdıqları şeyi bilmirlər. O zaman regresə düşürsüz. Sonsuz geriyə dönüş zincirinə. Çıxın bir dənə zəhmət olmasın. Bəli, çıxdım. Onda deməli ki, bizim öyrəndiyimiz neçə illər oxuduğumuz, o 100 dənə kitab verib imtahanlardan keçdiyimiz kitablar deməli yanlış. Deməli ki, biz riyaziyyatı onda inkar edirik. Anlamadınız ki? Deyirəm ki, Anladım. hər şeyi bir Tanrı yaradıbsa, Tanrının özünü də yaradan lazımdır. Düzdür? Xeyr, düz deyil. Çünki Tanrı nəticə deyil. Tanrı substansiyadır, başlanğıcdır. Hər şeyin təkan vericisidir. Yəni özü nəticə deyil. Ona görə səhvdir.
Aha, bəli. Ay xanım, bəli yox, səhvdir. Qurban sizə, səhvdir. Onu Amma inkar Tanrı elədim, sonsuz düzdür? qüdrətə sahib olmur. Bəs bəli, mən də onu deyirəm ki, biz inkar elədik, düzdür? Gözəl. Ki yoxdur. Sizinlə İndi sonsuz razılaşdım. geriyə dönüş zincirində davamlı Tanrı yaradılır. Düz? Aha, bəli. Onda biz səbəb Hara nəticə qədər? anlayışında artıq Hara səbəb qədər? nəticə anlayışında pozduq. Nuray xanım, danışırsınız. Baxın, ideolojik saldırı eləmirəm, amma səfsətə deyirlər buna fəlsəfədə. Deyirəm ki, bütün kainatı bir Tanrı yaradıbsa, Tanrını da bir Tanrı yaradıbsa, geriyə qədər nə qədər gedir bu məsələ? Geriyə qədər nə qədər gedir bu məsələ? Sonsuz. Sonsuz geriyə dönüş zincirində davamlı tanrılar yaradılır. Kainat nə zaman var oldu bəs o zaman? Kainatın var olduğunun sübutunu həmişə siz edirsiniz də. Onu mən bildim. Əgər kainatın başlanğıcı varsa, bunun da regresin də başlanğıcı olmalıdır sizə görə, sizin səbəb nəticə zincirinizə görə. Və bu başlanğıc sizi ta sonsuzluğa doğru aparır. Davamlı tanrı Riyaziyyatda yaradılır sonsuzluq. yəni. Tamam. Anladım. Riyaziyyatda sonsuzluq bir problem deyildir. Razı? Niyə problem deyil? Problem deyil. Həm də niyə problem deyil? Axı bizim ən dəqiq bildiyimiz elm riyaziyyatdır. Riyaziyyatda sonsuzluq bir problem deyil. Sonsuzluq nəticəsi var, sonsuzluğun. Yəni nəticəsi deyil, yəni Riyaziyyatda sonsuzluq bir sonu problem var. deyil. Xeyr, problem deyil. Sonu var sonsuzluğun. Əhsən. Gedirsiniz Sonsuzluğun sonu sonsuz var. geriyə dönüş zincirinə. Gedirsiniz sonsuz geriyə dönüş zincirinə. Bu sonsuz geriyə dönüş zincirində harda ilişirsiniz? Sonsuzluqda. Fəlsəfi pozisiya olaraq ay xanım, fəlsəfi pozisiya olaraq. İndi elə şeylər var ki, biz onları Bölüm çox 2. dəqiq bilə bilmərik. Nuray xanım, Nuray xanım, belə baxıram ki, standart humanizm keçmir, militarist. Zəhmət olmasa mənə deyil, sonsuzluq dediyiniz şey səbəb nəticə zincirinə bağlıdır və bu səbəb nəticə kvant fluktuasiyalarında keçərlidir. Keçərlidir. Kvant dalğalanmasında keçərlidir. Səbəb nəticə keçərlidir. Bunu kim deyirsə keçərli deyil, mövzudan ümumiyyətlə, yəni başa düşməyib mövzunu. Bunu keçərli deyil deyən adam. Ki bu kvantda Keçərli. maddənin və məkanın içindədir. Keçərlidir. Bayaqda dedik ki, keçərli deyil də, düzdür? Keçərli deyilsə, sizin onda biz indi qulaq asın. Məntiqin hər hansısa bir qanunu, səbəb nəticə kimi qanunu kainatın tamamında keçərli olmalıdır ki, obyektiv olsun. Deməli kainatın tamamına qəbul edirsiniz də, düzdürmü? Düzdür. Xanım, kainatın, maddənin, materiyanın tamamında keçməlidir bu qanun ki, obyektiv olsun. Obyektiv olsun, düzdür. Deyirsiniz ki, filan yerdə keçərli deyil, düzdür. Nuray xanım, Keçərli deyil. məntiqin səbəb nəticə qanunu deyə soxuşturduğunuz qanun bütün kainatda keçərlidir. Soxuşturduğunuz qanun özü. Yəni bu bilmirəm nə deyim. Yəni təsəvvür eləyin, səbəb nəticə qanununa da deyir ki, məntiq qanunu deyə bizə soxuşdurmusunuz bu qanunu. Biz niyə bunu deyir? Çünki bilmir. Səbəb nəticənin nə olduğunu bilmir. Ona görə bu iddiadadır. O tam ayrı bir şeydədir. Belə deyim, düşüncədədir səbəb nəticə haqqında. Onu mən soxuşdurmamışam axı. Onu neçə il bizə öyrədən alimlər soxuşdurub. Onda deməli bizə Suala yanlış cavab vermək soxuşdurublar. lazımdır da, suala cavab vermək lazımdır. Məntiqin səbəb nəticə qanunu bütün kainatda keçərlidir. Bəli, keçərlidir. Bütün kainatda, hətta mikro kainatda belə keçərlidir. Başa düşmürsünüz. Siz mənim sualımı çox aşağı yuxarı çox dəyişirsiniz. Təşəkkür. Siz sağ olun. Siz sağ olun. Sağ olun. Hələ təzəs. Məntiqin qanunu, səbəb nəticə qanunu, soxuşturduğunuz qanun bütün kainatda keçərlidirsə kvantda keçmir. Və bu kvant kainatdan kənar deyil, kainatın içindədir. Dolayısıyla obyektiv deyil. Keçir. Ya təsəvvür edin, bu adama həqiqətən savadlı adam deyənlər filan var. Tez-tez çıxır da qarşıma da. İnsan dəhşətə gəlirdi. Yəni
sən hansı leveldə olmalısan ki, bu leveli savadlı görməlisən də. Yəni təsəvvür elə bilirsən adam ən primitiv məntiq qanununu bilmir, ən primitivlə. Yəni bu ibtidai sinif uşağına bunu bir dəfə izah eləsən başa düşər. Yəni ən primitiv məntiq qanununu bilməyən bir adama bu levela. Yəni savadlı deyən level vardı. Yəni gör indi bu level hardadır. Yəni bu nəyi bilmir ki, səbəb nəticə zəncirini bilməyən bir adam, başa düşməyən bir adamı savadlı görür. Yəni bu nəyi bilmir. Nəsə dostlar, dedim biraz danışaq bu haqda. Qarşıma çıxdı. Çalışacağım bütün videolarımı bu cür analiz eləyim ateistlərin. Tək Sevikin ya. Sevikin üstünə qalmaq istəmirəm. Çünki yoruluram. Allah haqqı özüm də yoruluram. Yəni ortada bir arqument ola və tənqid verəsən insan yorulmaz, amma o qədər yanlış şeyləri danışır ki, başdan ayağa yanlış danışır hər şey və yorur insanı. Çalışacağım ateistlərin videolarına şərhlər hazırlayayım. Yəni amma Çevik Diamond Temiyə şükür elətdirdi. Valla Diamond da məntiqi bilmir, amma yəni bu səviyyədə deyil. Yəni bu levelda deyil. Ən azından məntiq Çevik ən azından Diamond Temiyə şükür elətdirdi bizə, var olsun. Heç nə dostlar, öpürəm, bağrıma basıram. Özünüzə yaxşı baxın. Əgər analiz eləməyimizi istədiyiniz xüsusi video varsa bizlə bölüşün, analiz eləyək.